Yoxsul adama istər ömrünün sonuna qədər, istərsə də otağının sonuna qədər getmək üçün 2 qat əyilmək lazım olur. Salam, makyaj edərək səfirlərdən oxuyub təsirləndiyim bəzi ifadələri sizinlə paylaşacağım. Bəzi adamlar var ki, birinə nifrət bəsləmədən başqalarını sevə bilmirlər. Başqalarının hərəkətlərini qısqanclıqla izləyənlər adətən bu hərəkətlərlə əlaqəsi olmayan adamlardır. Bu həyatın öz sabahı var. Marağın gözü ac olur. Görmək də yemək kimi bir şeydir. Xalq ad qoymağı çox sevir. Vicdan bizdə fitrən mövcud olan biliklərin məcmunudur. Kinli adamların özlərinə məxsus alçaqcasına sevincləri olur. Yoxsul adama istər ömrünün sonuna qədər, istərsə də otağının sonuna qədər getmək üçün 2 qat əyilmək lazım olur. İnsanlar unutmamalıdırlar ki, ömürləri əbədi deyil. Bəzən insanların heç bir hissi sevinci qədər dəhşət törədə bilmir.